2026-cı il ölkəmiz üçün xüsusi bir il olacaq. Çünki bu il liderlik ili olduğundan bizim ölkəmiz üçün xüsusi məna kəsb edir. Əsas da indiki zamanda. Azərbaycanın bir doğuluş günü, bir də ruhunun bərpası günü enerjisi var. Yəni hər iki rəqəmin enerjisi bizə və ölkəmizə təsir edir və güc, imkan, mesajlar gətirir. Biz bu enerjiləri anladıqda nə bizi gözlədiyini görə bilərik, hansı səhvlərdən ehtiyat etməliyik və necə daha ağıllı hərəkət etməli olduğumuzu anlaya bilərik. Bu il həm gücü, təşəbbüskarlığı və nəticəyə fokuslanmanı, həm də struktur, disiplin və sistemli planlaşdırmanı özündə birləşdirir. Hər iki enerji birləşdikdə ölkəmiz hər birimiz üçün həm böyük imkanlar gətirir, həm də diqqətli addımlar tələb edir. Siyasət sahəsində gələn il Azərbaycan üçün yeni təşəbbüslər və strateji qərarlar ilidir. Ölkə diplomatiyasında daxili və xarici münasibətlərdə hər bir addım diqqətlə düşünülməlidir. Tələskən və plansız addımlar riskləri artıra bilər. Amma balanslı və strateji yanaşma həm liderlik keyfiyyətlərini ortaya çıxarır, həm də ölkənin mövqeyini gücləndirir. İqtisadiyyat və biznes sahəsində bu il yeni imkanlar və təşəbbüslər üçün əlverişli şərait yaradır. Ölkə üçün layihələr, investisiyalar və innovativ proqramlar ilham verici olacaq. Amma tələskən qərarlar və resursların səmərəsiz istifadəsi uğursuzluğa səbəb ola bilər. Ona görə hər layihəni uzunmüddətli məqsədlərə xidmət edən strateji plan çərçivəsində həyata keçirmək vacibdir. Riskləri analiz etmək və hər addımımızı diqqətlə yönəltməliyik. Səhiyyə və sosial sahədə bu il davamlı inkişaf, resursların ağırlı istifadəsi və müasir texnologiyaların tətbiqi önəm daşıyır. Modernizasiya, infrastrukturun təkmilləşdirilməsi və xidmətlərin keyfiyyətinin artırılması əsas istiqamətlər olacaq. Amma diqqətsizlik və tələskən qərarlar nəticəni zəiflədə bilər. Elm, texnologiya və təhsil sahəsində isə bu il yeni layihələr, tədqiqatlar və beynəlxalq əməkdaşlıqlar üçün əlverişli şərait yaradacaq. Yaradıcı təşəbbüslər və innovativ ideyalar həyata keçirilməlidir. Amma yalnız ideya ilə kifayətlənmək olmaz. Hər bir layihə sistemli və metodik şəkildə planlamalı, yenilikçi yanaşmalar strateji düşüncə ilə birləşdirilməlidir. Mədəniyyət və ictimai həyat sahəsində isə bu il həm yaradıcı təşəbbüslər, həm də sabitlik və planlı inkişaf edilir. Yeni layihələr, sərgilər, sosial təşəbbüslər ölkə üçün önəmli olacaq. Amma yaradıcılıq və təşəbbüslər struktur və plan olmadan həyata keçirilsə, nəticə istənilən səviyyədə olmaya bilər. Gələn il həm güc, təşəbbüskarlıq, həm də struktur və disiplin enerjisini birləşdirir. Bu o deməkdir ki, böyük məqsədlər üçün təşəbbüs göstərməliyik, amma hər addımı diqqətlə, planlı və sistemli şəkildə atmalıyıq. Resurslarımızı ağıllı istifadə etməli, yaradıcı və innovativ yanaşmaları disiplin və planla birləşdirməliyik. Əks halda tələskən qərarlar, resurs itkisi və yanlış yönəldilmiş ideyalar problemlər yarada bilər. Bu il Azərbaycan üçün güc, idarə etmə və maddi imkanlarla əlaqələndirilir. Amma onun daha dərin qatında çox sərt bir qanun var, ədalət qanunu. Bu qanun heç kimi kənarda qoymur. Nə fərdi insanı, nə ailəni, nə cəmiyyəti, nə də dövləti. Burada güzəşt yoxdur. Gecikmə ola bilər, amma nəticə mütləq gəlir. Ona görə də bu dövrdə baş verən hadisələr təsadüfi deyil. İllərlə yığılan davranışların, qərarların və susqunluğun nəticəsidir. Əgər güc düzgün istifadə olunmursa, əgər məsuliyyət yoxdursa, bu enerji özünü cəza formasında göstərir. Ədalətsizlik uzun müddət davam edibsə, o artıq sakit xəbərdarlıq etmir, sərt şəkildə cavab verir. Haqların tapdalanması, zəiflərin qorunmaması, güclünün zəifi əzməsi bu enerjinin əsas nöqtələrindən biridir. Xüsusilə də uşaqlara qarşı zorakılıq, ailə daxili təzyiq, psixoloji və fiziki istismar cəmiyyətin karmasını ən ağır şəkildə yükləyən mövzulardandır. Belə hallara göz yumulduqda bu yalnız bir ailənin problemi olaraq qalmır, bütün cəmiyyətə yayılır. Mənəvi dəyərlərin aşınması da bu enerjinin qaranlıq tərəfini gücləndirir. Utanç hissinin itməsi, məsuliyyətsiz azadlıq anlayışı, aqressiyanın normallaşması, empati hissinin zəifləməsi insanları bir-birinə qarşı yadlaşdırır. İnsan insana düşmən kimi baxmağa başlayır. Buradan isə zorakılıq,
aqressivlik, ailələrin dağılması, uşaqlarda travmalar və gələcəkdə daha sərt sosial problemlər doğurur. Bu ilin enerjisi həm də güc sahiblərini ciddi şəkildə sınağa çəkəcək. Vəzifə, pul, status və təsir imkanları ədalətlə istifadə olunmazsa, gec-tez həmin sahələrdə itkilərə səbəb olacaq. İtki bəzən maliyyə olur, bəzən nüfuz, bəzən sağlamlıq, bəzən isə ailə və övladlar üzərindən gəlir. Çünki bu enerji ən ağırlı yerdən dərs verməyi seçir. Cəmiyyət səviyyəsində isə laqeydlik ən böyük təhlükədir. Mənə aid deyil, başqasının problemidir düşüncəsi bu enerjini daha da sərtləşdirir. İnsanlar haqsızlığa susduqda, zorakılığa göz yumduqda, mənəvi pozğunluğu normallaşdırdıqda, bu artıq şəxsi karma olmur, kollektiv karma olur. O zaman hadisələr fərdləri yox, bütöv sistemi silkələməyə başlayır. Bu dövrdə oyanış çox vacibdir. Oyanış dedikdə mistik anlayış yox, məsuliyyətli davranış nəzərdə tutulur. Ailədə valideyn məsuliyyəti, uşağa sevgi və təhlükəsizlik, münasibətlərdə dürüstlük, cəmiyyətdə ədalət hissi, gücü olanın gücünü qoruma üçün yox, xidmət üçün istifadə etməsi gərəkdir. İnsanlar öz davranışlarını dəyişməsə, bu enerji özü dəyişdirəcək və bu dəyişiklik hər zaman yumşaq olmur. Amma burada bir mühüm həqiqət də var. Bu enerji cəza vermək üçün gəlmir. Əslində, balans yaratmaq üçün gəlir. Əgər insanlar vaxtında anlayarsa, səhvləri qəbul edərsə, mənəvi dəyərlərə geri dönərsə, ədaləti şəxsi maraqlardan üstün tutarsa, bu enerji dağıdıcı yox, qurucu olacaq. Güc sabitliyə çevriləcək, məsuliyyət etibara, intizam isə təhlükəsizliyə. Bu il bizə açıq mesaj verir ki, ya məsuliyyətlə güclənəcəyik, ya da məsuliyyətsiz gücün nəticələri ilə üzləşəcəyik. Seçim fərdlərin və cəmiyyətindir. Karma heç vaxt tələsik olmur, amma heç vaxt da unutmur. Bu enerjinin ən həssas və ən təhlükəli sahələrindən biri də pul və karyera mövzusudur. Çünki burada söhbət təkcə maddiyatdan getmir. Pulun necə qazanıldığı, necə istifadə edildiyi və kimlərin hesabına artdığı əsas məsələdir. Əgər maddi güc vicdanla, zəhmətlə və ədalətlə qazanılmırsa, bu enerji onu gec-tez geri alır. Bəzən pul gedir, bəzən mövqe, bəzən insanın daxili rahatlığı və sağlamlığı. Bu dövrdə pul hərisliyi, doymazlıq, nə olursa olsun daha çox düşüncəsi ciddi karmik yüklər yaradır. İnsanlar qazancı məqsədə çevirəndə dəyərləri alətə çevirir. Karyera naminə ailəni, uşaqları, sağlamlığı, vicdanı qurban vermək bu enerjinin ən ağır səhvlərindən biridir. Çünki burada balans pozulur və nəticəsi mütləq ağır olur. Bəzən yüksəliş çox sürətli olur, amma eniş daha sərt gəlir. İş həyatında haqsız rəqabət, başqasının haqqını yemək, kimisə tapdalayaraq yüksəlmək, yalan, manipulyasiya və qorxu üzərindən qurulan karyera uzunömürlü olmur. Bu enerji belə yüksəlişləri sevmir, çünki burada güc var, amma məsuliyyət yoxdur. Güc məsuliyyətsiz olduqda isə karma gec-tez həmin insanı elə öz gücü ilə vurur. Statusunu itirir, etibarını itirir ya da qazandığı hər şeyi mənasızlaşır. Ölkə səviyyəsində isə pul mövzusu daha böyük təsir yaradır. Maddi resursların ədalətsiz bölüşdürülməsi, zəhmətkeş insanların əziyyətinin qarşılığını almaması, zənginlə kasıbın arasındakı uçurumun dərinləşməsi cəmiyyətin karmasını ağırlaşdırır. İnsanlar çalışır, amma qarşılığını görmürsə, bu yalnız iqtisadi problem olmur. Bu psixoloji və mənəvi partlayışa çevrilir. Buradan aqressiya, nifrət, üsyan və dəyərlərin aşınması başlayır. Pulun məqsəd yox, vasitə olması unudulduqda, mənəviyyat ikinci plana keçdikdə, rüşvət, korrupsiya, vicdansız qazanc adi hal kimi qəbul edildikdə, bu enerji artıq xəbərdarlıq mərhələsini keçmiş olur. O zaman hadisələr təsadüfi yox, sarsıdıcı olur. İqtisadi dalğalanmalar, iş itkisi, qəfil maliyyə böhranları və karyeraların dağılması bu balanssızlığın təzahürüdür. Bu dövrdə insanlar bir şey anlamalıdır. Pulun enerjisi neytraldır. Onu çirkləndirən insanın niyyətidir. Əgər pul qorxu ilə tutulursa, paylaşılmırsa, yalnız ego üçün istifadə olunursa, o pul insanı qorumaq əvəzinə onu içdən yeyir. Onun həyatında hər şey olur, amma rahatlığı olmur. Çünki bu enerji maddi bolluğu ancaq daxili ədalətlə birlikdə saxlayır.
Ən təhlükəli məqam isə budur ki, insanlar bunu çox vaxt gec anlayır. Hər şeyim var deyən insan bir gün anlayır ki, əslində əlində tutduğu heç nə onun deyil. Çünki bu enerji sabitlik yox, məsuliyyət enerjisidir. Kim bu məsuliyyəti daşımırsa, ondan geri alınır. Bu il həm fərdlərə, həm də ölkəyə açıq mesaj verir ki, pul, karyera və güc cəmiyyətə xidmət edəcək ya da cəmiyyətin yükünə çevriləcək. Ortası yoxdur. Əgər insanlar oyanmasa, yalnız maddi uğura fokuslansa, mənəvi tərəfi görməzlikdən gəlsə, karma özünü sərt şəkildə göstərəcək. Amma əgər ədalət, vicdan, zəhmət və paylaşım ön plana keçərsə, bu enerji böyük maddi, mənəvi sabitlik yarada bilər. Bu il sual çox sadədir, amma cavabı çox ağırdır. Qazandığın səni yüksəldir, yoxsa səni içdən çökdürür? Cavab hər şeyi müəyyən edəcək. Bu il Azərbaycan üçün möhtəşəm imkanlar ili ola bilər. Hər birimiz təşəbbüskar, planlı, disiplinli və yaradıcı olmalıyıq. Bu il gücümüzü, potensialımızı göstərə, sistem quraraq uğur qazana bilərik. Balansı qoruyaraq böyük addımlar üçün hazır olmaq və gələcək ili uğur, inkişaf və birgə əməkdaşlıq ili etmək bizim əlimizdədir. Gəlin bu ili həm fərdi, həm də kollektiv səylə ən yaxşı şəkildə dəyərləndirək və potensialımızı maksimum istifadə edək.